Rusiyanın Krasnodar diyarında Azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib. Diyarın arbitraj məhkəməsi baş prokurorluğun bununla bağlı iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən Novruzovun sahib olduğu Tuaps Dəniz Kommersiya Limanı MMC və Predpriyatiya TMKF məhdud məsuliyyətli cəmiyyətin səhmlərinin 100%, həmçinin Temryuk Dəniz Yük Terminalı, Darfood MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib. İş üzrə cavabdehlər qismində Novruzovla yanaşı əmlakların hazırki sahibləri sahibkar Oleg Basin və Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş Vanixel Limit şirkətini çıxış edib. İstintaq aktivlərinin 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarıldığını hesab edib. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib. Onu da qeyd eləyək ki, Şahlar Novruzov bu ilin sentyabrında Rusiyada xüsusilə böyük məbləğdə dələduzluqla ittiham olunaraq həbs olunub.